Allah arzusunda olan hər bir kəsə qismət eləsin. Əgər ehtiyacınız yoxdursa, dosta, qardaşa, məsləhətli ev axtarırsınızsa, bu evi göndərin ona. Sözümün əsl mənasında dost, qardaşa layiqli bir evdir. İndi fikirləşərsiniz ki, evə bitişibdir, bunun nəyin məsləhət görsən, dəyərli izləyicilərim. Evlər arası məsafə var, istəsəniz keçib arxadan baxa bilərik. Sadəcə bu penaplas, yəni isti aqlay, belə deyim də, vid pozulmamaq üçün yapışdırılıb bu hasara. Amma evlər arası məsafə var. Putla idarə olunan giriş qapısı, işıqlar isə, belə deyim, sensor işıqlar olduğu üçün hal-hazırda yandıra bilmirəm. Yəni, avtomatik özü yanıb sönür havanın dəyişkənliyinə görə. Çox hündür bir zirzəmisi var. Dəyərli izləyicilərim, bax, görürsünüz, belə bir hündür ərazi və bu ərazi birbaşa asma xəstəliyinin dərmanıdır. Həqiqətən dərmanıdır. Çünki Duz gölünün, belə deyim, sahili yox, amma panorama olaraq görsənir. İsidilmək üçün kombi sistemi, 4 tərəfi də qoşadaşdır. Yəni, bu sunmalıq olan evlərdə, yəni tək kubik, kərpic, yəni belə şeylər olmur da. Qoşadaşdır, monolit betondur, kəməri var. Birinci mərtəbədə beton, birlə ikinin arası da beton. Pilləkənimiz belə beton düstü taxta ilə yığılıbdır. Səliqəli bir təmiri var, bu hissədə belə bir gözəl ayna yığılıb. Dəyərli izləyicilərim, tavan hündürlüyü yetər qədər var, yəni 3 metr 20 sm. Adicə buranı baxın bir dənə zəhmət olmasa, kombinin yeri belə divarın içində səliqəli şəkildə, yəni çıxıntılı olmayacaq. Zövqlə təmir olunub. Bax, bu otaqları bölən dəhliz, mənmə gördüyünüz hissələr hər birisi istipoldur və yataq otağı, üzr istəyirəm, mətbəximiz. Mebel arası döşənilibdir. Mebel haradasa bura kimi çıxsa, yetəri qədər yeri var, yəni stol, stulqu, heç qonaq otağından istifadə etməyin. Və dəyərli izləyicilərimiz, birinci mərtəbədə yerləşən yataq otağı, bu isə yaşlı valideyn olar, böyük, kiçik uşaq olar, pilləkəni qalxıb düşmək çətin olar deyə burada düşünülübdür bir yataq otağımız. Sanitar qovşaq asma tavandan yığılıb. Bax, buradan belə görsənir, belə adətən, yəni bax, sizə bir məsləhət görün, anlayışı olmayan müştərilər, bəzən tikib satanların bir neçəsi tək kubik eləyir, pəncərə düşməyən tərəfi. Bax, o tərəfə pəncərə yoxdur, bu fortuşkada balacadır, hamamında buna fikir verirlər. Bax, açın buradan baxın, 40 santidir. Yəni, anlayışı olan adam həqiqətən güləcək ki, onu bilməyə nə var, amma bəzən müştərilərimiz gəlir, deyir, bu tək kubikdir, qoşa kubikdir, yəni bilmir də. Yəni, onlar üçün belə bir nümunə göstərdim. Dəyərli izləyicilərim, Masazır qəsəbəsindədir. Qapısına kimi demək olar, asfalt yolu bir 30-40 metr qurumtavoyu var. Otaq bölgüləri dəhliz vasitəsilə bölünür. Bax, görürsünüz. İkincisi həqiqətən çox keyfiyyətlə kəmərinə kimi var da, yəni bir şey ki, evin sonunda beton kəmərinə kimi fırlanılıb və bu evin bütün video çəkilişi var məndə. Yəni ev sahibi mənə göndəribdir ki, can rahatçılığı ilə, yəni belə deyim də, ürəklə evə tərif vura bilərsən, çünki o ürəklə danışılacaq işi görmüşəm mən. Bütün tikinti görüntüləri var məndə. Yəni, istəyən olsa, maraqlanan olsa, salam yazsın, 070 300 30 90 nömrəmə bütün video çəkilişini göndərim sizə. Və sonda olaraq keçək eyvan hissəsini göstərim, dəyərli izləyicilərim. Bax, görürsünüz, elə bir gözəl, geniş eyvanı var. Və bu həmin eyvan isə Zəngilan şəhərci, Duz gölü. Dəyərli izləyicilərim, ətraflı məlumat üçün 070 300 30 90 nömrəmlə əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.